Barcelona klubunda son vəziyyət nə cürdür? İstədən bu haqda məlumatınız olsun. Mətbuatda xeyli xəbərlər var. Deməli, Anthony Gordon artıq Barcelona klubunun futbolçusudur. Hər şey həll olub. Yaxın vaxtlarda futbolçu tibbi müayinədən sonra klubla rəsmi müqavilə imzalayacaq. Bu transferdən sonra isə Barcelona rəhbərliyi bütün diqqəti Julian Alvarez transferinə yönəldəcək. Artıq Deco futbolçunun agenti ilə görüşüb bəzi məsələləri müzakirə eləyib. Joan Laporta müəyyən məbləğ ayırıb bu transfer üçün və yaxın vaxtlarda Barcelona klubunun Atletico Madridə konkret transfer təklifi göndərəcəyi gözlənilir. Hans-Dieter Flick futbolçuyla görüşüb və onu heyətdə görmək istədiyini dilə gətirib. Julian Alvarez'in özü də Atletico Madridin son yeni müqavilə təklifini qəbul etməyib və rəhbərliyə bildirib ki, mən Barcelona klubunda oynamaq istəyirəm. Danışıqlar gedir, Barcelona tərəfi boş dayanmayıb. Bu yay Barcelona azarkeşlərini transferlərlə sevindirməyə planlaşdırır. Marcus Rashford məsələsi də gündəmdədir. Manchester United'dan ola bilsin ki, futbolçu birbaşa Barcelona'ya transfer olunsun. Digər bir xəbər də var Barcelona klubu ilə bağlı. Bu Bernardo Silva keçidi ilə əlaqəlidir. Ola bilər ki, Bernardo Silva da Barcelona klubunun formasını geyinsin. Atletico Madrid bu futbolçunu heyətinə qatmağı planlaşdırır. Əsas rəqibdir bu transfer məsələsi ilə bağlı Barcelona'ya və Deco Alvarez transferini bitirdikdən sonra artıq Bernardo Silva keçidi üçün də işlər görməyə başlayacaq. Yəni Barcelona komandasından bu yay ciddi işlər gələcək.